Bax onlara nə demək istəyirdiniz? 7 gün 24 saat. Qiyməti nə qədər ucuzdur? Suala görə sizə təşəkkür edirəm. Manatla deyil də. Sudan qorxmayan meyvələr üçündür. O başdan bu başa meyvə artıq soyulmuş halda. Özdə ki, burada dövlət dəstəyi də var. Deməli, sərgidə çox maraqlı stendlər var. Köçəri Həsənov Agrosistem şirkətinin təsisçisi, direktoru. Xoş gördük. Necəsiz, nətərsiniz? Yaxşı olasınız. Sizin oğlunuz da Azad səhv eləmirəmsə. Salam əleykum Azad bəy, necəsiz? Mənim necəsiz? müavinimdir. Ay Köçəri müəllim, nə işlə məşğul olursunuz? Qısa deyə və istərdim ki, bu avadanlıqlar yəqin ki, nümayiş olunur bayırda və onu bizə göstərəsiniz. Bizdə bir neçə spektr avadanlıqlar var ki, onları biz özümüzün istehsalımızdır. Birinci soyuq zəncirin həlqələridir. Orada nəzərdə tutulur şoklama avadanlıqları, istər su ilə şoklama, istər hava ilə şoklama. Deməli, gidrokulyer adlandırılır, air kulyer adlandırılır. Və bundan sonra soyuducu ambarlar, yəni soyuq zəncirin deməli, həlqələri başlayır dərimdən sonra şoklamalardan, daha sonra soyuducu ambarlar və soyuducu ambarlardan sonra da rəflər, satış xətti. Bəli. Belə deyək. Meyvə elə bir şeydir ki, o dərhal xarab ola bilər. Onun üçün onun mütləq bu avadanlıqları olmalıdır. İkinci mərhələ avadanlıqlar bizdə istər cücə kökəltmə komplekslərində, iri buynuzlu malqara kökəltmə komplekslərində avadanlıqların istehsalıdır. Bunların hamısını quraşdırırsınız rayonlarda. Biz özümüz istehsal... Hansı rayonlarda var? Hansı bölgələrimizdə biz bu avadanlıqları təsərrüfatlarda görə bilərik? Biz kənd adamı gedəcək onlara. Xaçmazda 6 dənə cücə kompleksini artıq təhvil vermişik. Aha. İndi hal-hazırda istehsalımız icradadır. Bilasuvarda 5 dənə daha cücə kompleksi olacaq. Yerli istehsal, yerli də servisli. 5 manatlıq nəsə, biz burada yerli sahibkara 1 manat 50 qəpiyə başa gəlir. Təxminən deyirəm. Mən sizə deyə bilərəm ki, bu günləri xaricdə təklif olunan avadanlıqlar milyonlardan başlayırlar. Biz yerli istehsalçılar olaraq müştərilərimizə hər formada təkliflər verə bilirik. Biz gedək bunları göstərək də. Köçəri Həsənov Agrosistem şirkəti kənd adamında, kənd adamı üçün o qədər maraqlı məlumatlar var. Bizi izləyin. İndi hal-hazırda Kaspian Agrovik sərgisinin həyətdə, yəni həyət hissəsində, bayırda çöldə olan avadanlıqlara yaxınlaşırıq ki, sizin də burada Azərbaycan istehsalı olan hidrokulleriniz dayanır. Bunun gücü nədir? Ümumiyyətlə, necə bunu istehsal edirsiniz? Bizim hidrokullerimiz dünya standartlarına uyğunlaşdırılmış bir qurğudur. Aşağısında olan vannada 5 ton suyu 0,5-1 dərəcəyə qədər soyudub. Daha sonra onu nasoslar vasitəsilə, su nasosları vasitəsilə qaldırıb meyvənin üzünə səpirik. Bəli. Meyvə də o yandan səbətdə verilir. Əks tərəfdən. Bəli, bu konveyerlə gəlib. Buraya çıxana qədər 28-30 dərəcədən 2 dərəcəyə qədər soyumuş olur. Ən çox gilasda bizdə tətbiq edirlər. Gilasın bütün növlərində hava ilə soyutma sistemi də var. Biz onu təklif edirik. Şaftalı, nektarin, armud, ərik və ilaxır bu kimi meyvələr. Hidrokuller belə başa düşdüm ki, daha çox tez xarab olan. Daha çox gilə meyvələr. Gilə meyvələr. Ağacdan yığdın, dərdin, xarab olmağa meyilli olan və soyutmağa deməli, ehtiyac olan anında bir neçə problemi həll edir o. Orada suyun tərkibinə qatdığımız ekoloji təmiz antiseptik dərman, misal üçün Huvasan dərmanı kimi adi Perex vodoroddur. Ziyanı yoxdur da meyvəyə? Ziyanı yoxdur, hətta xeyri var insanlara. Onun vasitəsilə biz meyvənin tərkibində olan kif bakteriyalarını, maya bakteriyalarını məhv eləməklə meyvənin çürümədən qoruyur. Bəli, misal üçün gilasda 4-6 saat ərzində əgər biz buradan bunu keçirmiriksə, onda artıq o proseslər başlamış olur, orada toxumaları zədələnir və rəflərə çatana qədər problem yaşaya bilər meyvə. Yaxşı, bu nə qədər, məsələn, gilasdan danışaq, nə qədər gilası götürə bilir? Bizə bəlli olan istehsalçılarda maksimal güc saatda 5 tondur. Hətta qardaş Türkiyədə də elədir. Bizdə saatda 8 tondur. Siz daha yüksək. Bəli, daha yüksəkdir. Bütün istehsalçıların hamısı bir mənalı olaraq tiploabmennik deyilən bir şey var. Hansı ki, içərisi ilə o soyuq qaz gedir, arasında da su var. Bir dənə baxma, buradan maraqlıdır. Ancaq problem ondadır ki, geci tezi həmin o spiralda bir sızma olur. Əgər orada sızma oldusa, bütün o sistemin hamısı sökülüb çıxmalıdır. Bəs yaxşı, sizin avadanlığın üstünlüyündədir. Biz ondan qaçdıq. Ondan eləmirsiniz. Sizin mühəndislər başqa cür bunun həllini. Bəli, indi gəlin sizə izah edeyim. Gəlin göstərək. Deməli, bax gördüyünüz bu Essengior'dur. Bu da İtaliyanın
istehsal elədiyi adi Zavodskoy SNJ. Nədir ki bu ay Köçər müəllim? Deməli o həmin o vannanın içində olan həmin o teplobmennikin əvəzində Aha. biz bundan istifadə edirik. Korpus Zavodskoy olsa da ancaq bu Zavodskoy SNJ deyil. Çünki biz bunun içərisindəki spiralda deməli 100% bütün sistemində biz dəyişikliklər eləmişik. Məsələn biz saatda 8-10 ton gilas soyduruqsa, o gilasın içində çox dəymişlər də olur, orada əzilmişlər də olur. Bunların şirəsi suya keçir və orada da tozla qarışır. Bu artıq konkret bir kleydir. Kleydir. O kley gedir, onların hamısını doldur 2 saat, 3 saat ərzində SNJ işləmir. Bu isə təbii ki, alan adama ziyandır. Bəli, ona görə də biz burada elə dəyişikliklər eləmişik ki, Problem də yoxdur. və heç bir problemi də yoxdur. Bəli. Agrosistem şirkəti həm də innovativ şirkətdir və onun mütəxəssisləri, onun belə deyək də mühəndisləri xarici modelləri belə deyək də öyrənərək özünün yeniliklərini yaradır. Bax, əsas özəlliklərdən biri budur. Ay Köçəri müəllim, bunun parametr olaraq xarici modellərdən eyni, yəni oxşarından fərqi nədir və ən əsas məsələ qiyməti nə qədər ucuzdur? Birinci, enerji sərfiyyatı. Xarici prototiplərində 80-90 kilovat saatda enerji sərf eləyirsə, bizdə 40-50 kilovat. Yarı-yarı. Daha çox sərfəlidir. İkinci, deməli xarici istehsalçılar teplobmenniki, yəni o suyu soyudan sistemi bu vannanın içində yerləşdirdikləri üçün gilas konveyerin üzərindən gedir. Gilas girir oraya 28-30 dərəcə elədir. Su onun üzərinə töküləndə lap 1 dərəcə qədər də soyutsaq belə artıq meyvənin altından su çıxacaqdır 10 dərəcə, 8 dərəcə istiliklə. Bu da ki, həmin o sistemin suyu stabil olaraq 0,5-1 dərəcədə saxlamaq ehtimalını sıfıra bərabər eləyir. Deməli, konveyerin əzəlində bir 5 dəqiqə müddətində suyumuz bizim 1 dərəcə, 2 dərəcədirsə, artıq 15-20 dəqiqədən sonra suyun hərarəti qalxır bizdə 8-10 dərəcəyə. 8-10 dərəcəlik su ilə 2 dərəcəyə qədər soyutmaq mümkün deyil. Təbii ki, bəli. Ona görə də biz suyun deməli o çiləməyə gedən hissəsini də elə quraşdırmışıq ki, bizdə stabil olaraq bizim suyumuzun temperaturu 0,5-1 dərəcədə qalır. Üçüncü də ən böyüklüyümüz bunun qiymətidir. Əsas məsələ, qiyməti. Əgər xarici istehsalçılarda qiymətlər bir-birindən fərqli olaraq, nə bilim 130.000 avrodan başlayırsa, məhz bu avadanlıqdan söhbət gedir, düzdür? Məhz bu avadanlıqdan bizdə 197.000 manatdır. Nəzərə alsaq ki, burada yenə də dövlət dəstəyi var, düzdürmü? Bəli. 20% ilkin ödəniş, 40% prinsipindən gedir də, düzdürmü? Demək olar ki, dövlətin də dəstəyi var. 20% ödəniş eləyir. Bunun 40%-ni fermerə güzəşt verir dövlətimiz. Yerdə qalır 40%. 40%-ni də 5 illik lizinq verir. Yəni bu möhtəşəm bir faizini də dövlət ödəyir. Bəli. Bir çağırış eləyəsiniz. İnvestisiya qoyurlar meyvəyə, xüsusən meyvə tərəvəzədə. Amma nəticədə ziyana gedirlər. Niyə? Çünki avadanlıqları yoxdur. Mən əziz fermerlərimizə müraciət edərək demək istəyirəm ki, qardaşlar, ambar meyvəni saxlamaq üçündür. Doğrudur. Onu soyutmaq üçün deyil. Və biz meyvəni ağacdan dərdikdən müəyyən müddət ərzində, hər meyvədə orada fərqlidir də, elə bil ki, müəyyən müddət ərzində biz onu şoklamadan, məsələn 30 dərəcədən 2 dərəcəyə qədər yendirib ambara yığmasaq, həmən o meyvənin rəfə qədərki prosesdə çürüməsinə heç kim Garantiya zəmanət vermir. Doğrudur. Köçər müəllim, o qədər maraqlı, o qədər düzgün, o qədər ətraflı, həm elmi, bir alim kimi, həm mütəxəssis kimi, həm də kənd adamlarının dilində, sadə dildə hər şeyi izah edirsiniz ki, biz Kəlbəcərli olaraq, bir çobanın oğlu olaraq başqa dil bilmirik. Əgər meyvə bağın tərəvəzlə məşğul olursansa, meyvə satırsansa, ixrac edirsənsə, ələxsus, mütləq sənin bu sistemin olmalıdır ki, bunda gəlirsən, danışırsan Köçər Həsənovla, dövlətdən də dəstəyi alırsan, qardaş. Aparıb quraşdırırsan da. Çox şey öyrəndim. Minnətdaram. Sizin əlinizi sıxıram. Mən də çox avan olsun işləriniz. Sizə də müvəffəqiyyətlər arzulayıram. Aqrar sektor üçün, həm əhalimiz üçün çox vacib işlər görürsünüz. Maarifləndirmə. İnanın, bugünkü gün də həddindən artıq vacib bir məsələdir. Cəmaət gərək bilsin. İstehlakçılar bilməlidir ki, o marketdən aldıqları xarab məhsul ki var, səbəbi nədir? Əslində o xarab olmaya da bilər. Bəli, doğrudur. Çünki bunun avadanlıqları var. Düzdür.
Oldu. Çox sağ olun. Minnətdarım. Bir daha Çox sağ minnətdarım olun. sizə də.